Salam, bugünkü mövzumuz əşyavi fəaliyyətin ümumi quruluşudur. Müasir psixologiyanın anlayışlar sistemində fəaliyyət kateqoriyası mühüm yer tutur. Fəaliyyət dedikdə insanın fəallığının özünəməxsus forması nəzərdə tutulur. Çox maraqlıdır ki, dilimizdə fəaliyyət sözü elə fəal sözündən əmələ gəlmişdir. İnsanın fəallığı müxtəlif formalarda, məsələn, əmək, təlim və ya oyun formalarında özünü göstərir. Biz fəallığın bütün bu formalarını, əmək, təlim və ya oyunun xüsusiyyətlərini fəaliyyət termini ilə nəzərdən keçirəcəyik. Bizi burada onlardan hər birinin xüsusi cəhətləri deyil, ümumi cəhətlər maraqlandıracaqdır. Fəaliyyət genetik cəhətdən əvvəlcə praktik fəaliyyət kimi formalaşmışdır. Onun əsasında isə tədricən nəzəri fəaliyyət təşəkkül etmişdir. Praktik fəaliyyət əşyavi fəaliyyətdir. Əşyavi sözünün psixologiyada dəqiq mənası vardır. Praktik fəaliyyət prosesində insan əşyalarla əməliyyat aparır. Onları fəaliyyət prosesində dəyişərək dərk edir və xarici aləmi daha adekvat surətdə əks etdirir. Belə fəaliyyətə əşyavi fəaliyyət deyilir. Psixologiya elmi fəaliyyətin hansı cəhətlərini öyrənir? Fərdi fəaliyyətin, eləcə də birgə, qrup, yəni kollektiv fəaliyyətinin psixoloji baxımdan özünəməxsus strukturları vardır. Buraya nələr daxildir? Onların qarşılıqlı əlaqəsi necədir? Fəaliyyətin struktur vahidləri necə əmələ gəlir? Psixi proseslər, hallar və xassələrin formalaşması və inkişafında fəaliyyətin rolu nədən ibarətdir və s. Psixologiya elmi bu kimi mühüm məsələləri öyrənir. Başqa sözlə, psixologiya fəaliyyətin subyektiv cəhətini və ya planını tədqiq edir. Fəaliyyətin tədqiqi zamanı onu birinci növbədə fəaliyyətin motivləri, məqsədləri, bu prosesdə sensor, perseptiv, iradi, emosional və başqa proseslərin rolu, funksiyaları, dinamikası maraqlandırır. İnsanın fəallığı özü iki formada olur: xarici fəallıq və daxili fəallıq. Bu baxımdan fəaliyyət insanın daxili, yəni psixi və xarici, yəni fiziki fəallığının vəhdəti kimi özünü göstərir. Deməli, fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən psixi, daxili, yəni və xarici, fiziki fəallıqdır. Gəlin indi bu tərif əsasında fəaliyyətin strukturunu ümumi şəkildə təsvir edək. İnsanda müəyyən bir motiv əmələ gəlir. Onu təmin etmək üçün insan öz qarşısına məqsəd qoyur və məqsədə müvafiq olaraq müəyyən işlər görməyə başlayır. İnsan öz məqsədini müəyyən bir konkret şəraitdə həyata keçirir. Şəraitdən asılı olaraq məqsədi həyata keçirməyin üsulları müəyyən olunur. Eyni bir iş konkret şəraitdən asılı olaraq müxtəlif üsullarla icra edilə bilər. Bir cəhəti də aydınlaşdıraq. Fəaliyyətin məqsədi birdən-birə əldə edilmir. İnsan adətən öz qarşısına qoyduğu ümumi məqsədi konkretləşdirir, onları aralıq məqsədlərə və ya cari məqsədlərə bölür. Aralıq məqsədlərin xarakterindən asılı olaraq eyni bir fəaliyyət müxtəlif formalar kəsb edir. İnsan bu zaman işin nəticələrini onun məqsədi ilə müqayisə edir, qiymətləndirir və nöqsanları aradan qaldırır. Biz insan fəaliyyətinin hər bir növünü bu sxem əsasında təsvir edə bilərik. Gəlin fikrimizi konkretləşdirmək üçün fəaliyyətin tərkib hissələri ilə ayrı-ayrılıqda tanış olaq. Bu baxımdan aşağıdakıları qeyd edə bilərik. 1. Motiv, məqsəd fəaliyyətin özünəməxsus vektorunu əmələ gətirir. Bu isə öz növbəsində onun istiqamətini, eləcə də subyektin fəaliyyət prosesində göstərdiyi səyin dərəcəsini müəyyən edir. Psixoloji tədqiqatlar göstərir ki, fəaliyyət prosesində formalaşan və inkişaf edən psixi proses və halların bütün sistemi bu vektor vasitəsilə təşkil olunur.
Motiv insanı hərəkətə təhrik edən amillərə deyilir. Onun əsas funksiyası da birinci növbədə bundan ibarətdir. Lakin psixoloji baxımdan onun əhəmiyyəti daha böyükdür. Motivin əmələ gəlməsi ilə fəaliyyət özünəməxsus emosional boya kəsb edir. İnsan fəaliyyət prosesində meydana çıxan çətinliklərə də özünəməxsus münasibət bəsləməyə başlayır. Bu mənada motivsiz fəaliyyət yoxdur və ola da bilməz. Lakin bir cəhət aydındır. Fəaliyyətin konkret xarakteristikası motivlərlə deyil, məqsədlə müəyyən olunur. Bir tərəfdən eyni bir motiv müxtəlif fəaliyyətlər vasitəsilə həyata keçirilə bilər. Digər tərəfdən eyni bir motiv zəminində müxtəlif məqsədlər formalaşa bilər və əslində də elə formalaşır. Bu o deməkdir ki, motiv bir növ çoxvalentlidir. Eyni bir məqsədin müxtəlif motivlərlə bağlı olması da mümkündür. Fəaliyyətin motivi ilə məqsədi nisbətən sadə hallarda məzmun etibarilə uyğun gəlir. Fəaliyyət mürəkkəbləşdikcə onların da qarşılıqlı əlaqəsinin xarakteri dəyişir. Bir sıra hallarda isə motiv özü məqsədə çevrilir. Məqsəd həm perseptiv, yəni qavrayış, surət, həm surət təsəvvür, həm də müəyyən məntiqi konstruksiya, yəni hökm və əqli nəticə sistemi kimi meydana çıxa bilər. İnsan fəaliyyət prosesində bütün əməliyyatları bu surətlər və ya konstruksiyalar vasitəsilə yerinə yetirir. Bu mənada da məqsəd fəaliyyət prosesində operativ surətdə və ya konstruksiyalar formasında çıxış edir. Fəaliyyətin planlaşdırılması, qərar qəbulu, cari informasiyaların işlənilməsi, nəticələrin yoxlanılması, işin təshihi, bunların hamısı operativ obraz və ya konstruksiya ilə bağlıdır. 2. Fəaliyyətin şəraiti. Hər bir fəaliyyət müəyyən bir obyektiv şəraitdə həyata keçirilir. İnsan öz məqsədini şərait baxımından qiymətləndirərək bir tərəfdən fəaliyyətin konkret vəzifələrini, digər tərəfdən üsul və vasitələrini müəyyən edir. Belə sadə halları təsəvvür etmək çətin deyil. Bir halda bir işi, digər halda isə başqa işi görmək daha vacibdir. Xarici və daxili fəallıq. Xarici fəallıq iş və hərəkətlər formasında təzahür edir. İş nədir? Bu suala cavab vermək üçün biz yenə də məqsəd anlayışına müraciət etməliyik. Fəaliyyətin bir ümumi məqsədi, bir də konkret məqsəd və ya vəzifələri olur. Fəaliyyətin ümumi məqsədini tutaq ki, bir fəhlə yeni layihə üzrə müəyyən məhsul hazırlamalıdır. Ailə ifadə edək, o bu ümumi məqsədi özü üçün konkretləşdirir. Daha doğrusu, A məqsədi əsasında qarşısına müvafiq məqsədlər qoyur, onları A1, A2, A3, A4, A5 və s. kimi ifadə edək. A1 tutaq ki, detalları yonmağı, A2 onlara nişan vurmağı və s. nəzərdə tutur. Fəaliyyətin sadə bir cari vəzifəni həll etməyə yönəlmiş bu cür nisbətən bitmiş elementi iş adlanır. Misalı xatırlayaq. A məqsədini həyata keçirmək üçün fəhlə öz qarşısına 5 nisbətən sadə konkret məqsəd qoyur. Ola bilər ki, ümumi məqsəd 5 yox, 9 və ya daha çox konkret məqsəd şəklində ifadə olunsun. Bu o deməkdir ki, fəhlə təsvir etdiyimiz fəaliyyət çərçivəsində 5 iş icra edir. Məqsəd işin mərkəzi tərkib hissəsidir. Onun bundan başqa daha 2 tərkib hissəsi, motor, yəni hərəkət və sensor, yəni hissi komponentləri vardır. İşin tərkib hissələri öz funksiyalarına görə bir-birindən fərqlənirlər. İşin tərkib hissələri fəaliyyət prosesində mahiyyət etibarilə hərəkətlər kimi təzahür edirlər. Nəzərdən keçirdiyimiz funksiyalar onların vasitəsilə həyata keçirilir. Hərəkətlər özlərinin trayektoriyasını, icra müddətinə, gücünə, sürətinə, tempinə, eləcə də bədənin hansı tərəfindən icra olunmasına görə bir-birindən fərqlənirlər.
Lakin bununla belə hərəkətləri müqayisəli təhlil etsək, onların əsasən üç ünsürdə tutmaq, yerini dəyişmək və buraxmaq ibarət olduğunu görərik. İş şəraitindən asılı olaraq bu üç ünsürdən hər biri, yəni tutmaq, yerini dəyişmək və buraxmaq, hər biri özünə məxsus psixofizioloji xarakteristika kəsb edir. Məsələn, adamlar stəkanı bir cür, balıq akvariumunu başqa cür tuturlar və s. Gəlin indi bir mühüm cəhətə diqqət yetirək. İnsan müxtəlif iş və hərəkətləri icra edərkən cisimlərlə əməliyyat aparır. Detal yonur, xam malın yerini dəyişir, hazır məhsulu rəngləyir. Başqa sözlə, xarici aləmdəki cisimlərin formasını, vəziyyətini və ya xassələrini dəyişir. Psixologiyada cisimlərin vəziyyətini və ya xassələrini dəyişməyə yönəlmiş və yönəlmiş hərəkətlərə maddi iş və ya hərəkətlər deyilir. Bəs daxili fəallıq nədir? O hansı xüsusiyyətlərlə xarici fəallıqdan fərqlənir? Bunu aydın təsəvvür etmək üçün fəaliyyətdə təkcə idrak proseslərinin rolunu aydınlaşdırmaq kifayətdir. Fəaliyyətin planlaşdırılması, qərar qəbulu, cari informasiyaların işlənməsi, nəticənin yoxlanılması, işin təzyiqi, bunların hamısı idrak proseslərinin, yəni diqqətin, qavrayışın, hafizənin, təfəkkürün və s. fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. İdrak prosesləri olmadan fəaliyyət mövcud deyil və mövcud da ola bilməz. Problemin belə qoyuluşu böyük elmi metodoloji əhəmiyyətə malik bir məsələni aydınlaşdırmaq üçün imkan verir. Belə ki, insanın xarici və daxili fəallığı bir-biri ilə qarşılıqlı surətdə əlaqədadır. Hər hansı bir xarici iş və hərəkət daxili proseslərlə şərtlənir. Hər bir daxili proses isə nəinki sadəcə olaraq xarici iş və hərəkətlərdə təzahür edir, həm də onların təsiri ilə dəyişilir. Qarşıya prinsipial sual çıxır. Daxili proseslər xarici iş və hərəkətlərin təsiri ilə necə dəyişir? Maddi, əşyavi, yəni iş və hərəkətlər birincidir, əzəlidir. Hamıya yaxşı məlum olan bir faktı xatırlayaq. Daşın ağırlığını müəyyən etmək üçün onu qaldırmaq lazımdır. Nə qədər belə misallar göstərmək olar. Ən yeni psixoloji tədqiqatlar göstərir ki, fəaliyyət prosesində maddi, yəni əşyavi iş və hərəkətlər təkrar olunduqca möhkəmlənir və yeni psixoloji xüsusiyyətlər kəsb edirlər. Burada ən azı 3 istiqamət müəyyən etmək olar. Maddi iş və hərəkətlər tədricən daxili perseptiv, yəni qavrayış, mnemik, hafizə, fikri, yəni təfəkkür və s. əməliyyatlara çevrilir. Onlar avtomatlaşır və fəaliyyət prosesində vərdişlər kimi çıxış edirlər. Maddi iş və hərəkətlər kommunikasiya, communicate, məlumat vermək, xəbər çatdırmaq deməkdir. Maddi iş və hərəkətlər kommunikativ əhəmiyyət kəsb edir. İfadəli hərəkətlərə, mimika, pantomimika, jestlər və s. çevrilirlər. Biz bunlardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirəcəyik. İnterizasiya və eksternalizasiya haqqında. Əvvəlcə bir misal göstərək. Uşaqlarda say haqqında təsəvvürlər necə əmələ gəlir? Onlara 10 ədəd çöp və yaxud konfet verilir. Uşaqlar çöplərlə saymağı öyrənirlər. Çox vaxt bu məqsədə barmaqla istifadə olunaraq çatırlar. Bir cəhətə diqqət edək. Bu zaman uşaqlar cisimlərlə, yəni çöplə, eləcə də konfet və ya barmaqla əməliyyat aparır. Buna görə də onların çöplə və s. ilə apardığı say əməliyyatları maddi, yəni əşyavi əməliyyatlardır. Uşaqlar saymağı necə öyrənir? Burada çoxlu variantlar mümkündür. Onlardan biri belədir. Uşağa tutaq ki, anası bir konfet göstərib deyir. 1. Uşaq təkrar edir. Ana deyir, mənə bir konfet ver. Uşaq stolun üstündə olan konfetlərdən birini götürüb anasına verir. Ana deyir, düzdür. Ana uşaqdan soruşur, barmağınla bir göstərə bilərsənmi? Uşaq barmağını göstərir. Əgər o çaşırsa, ana onun səhvini izah edir. Bu prosesdə konfetdən də, çöpdən də, başqa əşyalardan da istifadə olunur.
Bu qayda ilə uşaqlarda 2, 3 və daha böyük rəqəmlər haqqında təsəvvürlər yaradılır. İlk vaxtlar uşaq say əməliyyatını ancaq cisimlərlə çöp, konfet və s. ilə aparır. Tez-tez öz barmaqlarından istifadə edir. Gah 2 konfetin üstünə 3 konfet alır, gah 7 konfetdən 3 çöp götürür, qardaşına verir. Bu əməliyyatlar davam etdikcə uşaqlarda tədricən ədədlər haqqında təsəvvürlər formalaşmağa başlayır və günlərin bir günü o heç bir cisimdən, çöpdən, konfetdən və s. istifadə etmədən fikrində saymağı, üstə gəlməyi, çıxmağı və s. öyrənir. Bu o deməkdir ki, uşaqda artıq ədədlər haqqında təsəvvürlər əmələ gəlmişdir. Yəni uşaqların cisimlər, çöp, konfet və s. vasitəsilə icra etdiyi say əməliyyatları, psixoloji dildə desək, maddi əməliyyatlar fikri əməliyyatlara çevrilir. Psixologiyada maddi əməliyyatların fikri əməliyyatlara çevrilməsinə internalizasiya deyilir. İnternalizasiya latınca interior sözündən əmələ gəlmişdir, mənası daxili deməkdir. Yəni, daxili sözü təsvir etdiyimiz qanunauyğunluğun mahiyyətini dəqiq ifadə edir. Maddi əməliyyatlar çöplə saymaq xarici, fikri əməliyyatlar fikrən saymaq daxili əməliyyatlardır. Yəni, burada çöplə saymaq xarici və yaxud maddi əməliyyatlardır. Fikrində saymaq isə fikri əməliyyat və yaxud daxili əməliyyatlardır. Deməli, burada söhbət xarici əməliyyatların daxili əməliyyatlara çevrilməsindən gedir. İnternalizasiya termini məhz bu cəhəti ifadə edir. İnternalizasiya termini fransız psixoloqları tərəfindən təşkil olunmuş və müxtəlif materiallar əsasında öyrənilmişdir. Hal-hazırda internalizasiya terminindən müxtəlif psixoloji cərəyanlarda geniş istifadə olunur və geniş yayılmış bir anlayışdır. Bizim təsvir etdiyimiz misal nə qədər sayda olsa da, onun mahiyyətini aydınlaşdırmağa imkan verir. Maddi əməliyyatların daxili əməliyyatlara çevrilməsi mürəkkəb prosesdir. Onun bir çox qanunauyğunluqları hələ kifayət qədər öyrənilməmişdir. Lakin bir cəhət aydındır. İnternalizasiya prosesində nitq həlledici rol oynayan uşaq maddi əməliyyatların icrası prosesində nitq vasitəsilə bu sahədə bərqərar olmuş ictimai təcrübəni mənimsəyir. Başqa adamlar kimi fikirləşməyi, mühakimə yürütməyi öyrənir. Psixoloqların tədqiqatları göstərir ki, fikri əməliyyatlar mərhələlərlə aşağıdakı kimi formalaşır. Əvvəlcə əməliyyatın motivləri təşəkkül edir. İlk bələdləşmə sxemi yaranır. Əməliyyatın maddi əsası əmələ gəlir. Sonra əməliyyatlar nitq vasitəsilə icra edilir. Nəhayət əməliyyat fikri planda icra olunmağa başlayır. Psixoloji tədqiqatlar göstərir ki, xarici əməliyyatlar daxili əməliyyatlara çevrildikcə əşyavi fəaliyyət zəminində psixika nəşət edir. Başqa sözlə, psixi olan əşyavi fəaliyyətin internalizasiyası nəticəsində əmələ gəlir. Yəni, psixi proseslər mahiyyət etibarilə maddi əməliyyatların ideal plana keçməsindən başqa bir şey deyildir. Bəs eksternalizasiya nə deməkdir? Eksternalizasiya latınca exterior sözündən əmələ gəlmişdir. Mənası xarici yaxud zahiri deməkdir. Burada xarici sözünün dəqiq psixoloji mənası vardır. Məsələnin kökü ondan ibarətdir ki, xarici əməliyyatlar daxili əməliyyatlara çevrilirlər. Onlar isə öz növbəsində yenidən xarici əməliyyatlarda təcəssüm etməyə başlayır. Bu prosesin ümumi sxemi belədir. Fikrimizi yenə də yuxarıdakı misal əsasında aydınlaşdıraq. Artıq bizə məlumdur ki, uşaq çöplərin vasitəsilə fikrə saymağı öyrənir. Ona misal və ya məsələ verək. Fikri əməliyyatlardan istifadə edəcək və məsələni dəftərində həll edir. Bu o deməkdir ki, formalaşmış fikri əməliyyatlar yenidən uşağın təlim fəaliyyətində təzahür etməyə başlayır. Yəni, eksternalizasiya olunur. İnsanın yaradıcılıq niyyətlərinin həyata keçirilməsi eksternalizasiya prosesləri üçün səciyyəvidir. Eksternalizasiya və internalizasiya prosesləri qarşılıqlı əlaqədədir. Bunun da səbəbi aydındır. İnsanın əşyavi fəaliyyəti ilə daxili fəaliyyəti qarşılıqlı vəhdətdədir. Onlar bir-birlərini qarşılıqlı surətdə şərtləndirirlər. Daxili fəaliyyət formalaşdıqca əşyavi fəaliyyətdə yeni keyfiyyət kəsb edir.
Vərdişlər və bacarıqlar haqqında. Eksternizasiya prosesləri vərdişlər və bacarıqlar vasitəsilə həyata keçirilir. Hər bir fəaliyyət müntəzəm surətdə icra edildikdə, onun tərkibinə daxil olan bəzi hərəkətlər qismən avtomatlaşır, yəni şuurun xüsusi nəzarəti olmadan icra edilir. Fəaliyyət prosesində qismən avtomatlaşan belə hərəkətlərə vərdişlər deyirik. Savadlı adamın yazı yazması, oxuması, yaxud təcrübəli sürücünün maşını idarə etməsi, rəssamın cismin həcmini rəng vasitəsilə rəsmdə verməsi və s. vərdişlərə misal ola bilər. Fəaliyyət prosesində məqsədin həyata keçirilməsi vərdişlərin səviyyəsindən bilavasitə asılıdır. İnsan yeni şəraitdə də həmişə özünün vərdişlərindən istifadə edir. Yeni şəraitdə qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş üsullarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması bacarıq adlanır. Artıq onlardan yeni şəraitdə məqsədə müvafiq olaraq iş üsullarını seçir, həyata keçirir və bunun üçün də mövcud bilik və vərdişlərdən istifadə edirsə, biz buna bacarıq deyirik. Fəaliyyətin nəticəsi. Fəaliyyətin öz məntiqi var. Onun konkret nəticəsi olmalıdır. Nəticə isə birdən-birə alınmır. Burada psixoloji baxımdan maraqlı cəhət ondan ibarətdir ki, insanlar fəaliyyətin nəticəsini iş görüb qutarandan sonra deyil, fəaliyyət prosesinin gedişində qiymətləndirirlər. Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, insan fəaliyyətin nəticəsini qabaqcadan görə bilir. Psixologiyada buna antisipasiya, latınca irəlidən görmək deməkdir, irəlicədən görmək deməkdir deyilir. Fəaliyyət prosesində antisipasiya müxtəlif səviyyələrdə özünü göstərir. O hərəkətlərin dəqiqliyini təmin edir. Obyektləri dinamik şəkildə qavramaq, işləri qabaqcadan planlaşdırmaq imkanı verir. İşin nəticəsinin məqsəd baxımından qiymətləndirilməsi isə fəaliyyətin səmərəsini şərtləndirən ən başlıca cəhətdir. Bu prosesi sxematik şəkildə belə təsvir etmək olar. Bu zaman işçi məqsəddən çıxış edib A cismini hazırlamağa başlayır. Diqqət edin, proses məqsəddən nəticəyə doğru gedir. Gəlin məqsədlə nəticə arasındakı əlaqəni düz əlaqə adlandıraq. A cismi tədricən hazırlanır. O əvvəlcə tutaq ki, A1, sonra A2, daha sonra A3, A4, A5 və nəhayət A6 və A7 forması kəsb edir. Qarşıya sual çıxır. A1 forması düzgün hazırlanmışdırmı? Bu sualın işçi üçün xüsusi əhəmiyyəti vardır. A1 səviyyəsində həmin sualı həll etmədən A2 eləcə də buna müvafiq olaraq A3 və A4-ü keyfiyyətlə hazırlamaq olmaz. O, bunun üçün nə etməlidir? A cisminin hazırlanmasının hər bir mərhələsində işçi alınan nəticəni ümumi məqsəd baxımından qiymətləndirir. Bunu sxematik şəkildə belə deyə bilərik. Bir cəhətdən diqqət edin. Nəticəni tutaq ki, A1-in necə hazırlanmasını məqsəd baxımından qiymətləndiririk. Proses nəticədən məqsədə doğru gedir. Bu cür əlaqəyə biz əks əlaqə deyirik. Fəaliyyətin bəs əks əlaqə nədir? Fəaliyyətin hər bir mərhələsində müəyyən bir nəticə, bizim misalımızda A1, A2 və s. alınır. Bu zaman A1 fəaliyyətin məqsədi baxımından qiymətləndirilir. Onun haqqında əldə edilmiş informasiya A2-nin hazırlanması prosesində nəzərə alınır. Yəni A1 haqqındakı informasiya A2-nin hazırlanması üçün zəruri olan şərtə çevrilir. A2 haqqında əldə edilmiş informasiya A3-ün hazırlanmasında nəzərə alınır. Beləliklə də fəaliyyət davam edir. Wiener'in fikrincə, əks əlaqə əvvəlki nəticələrin sonrakı vəzifələrin yerinə yetirilməsi yolu ilə sistemin idarə olunması metodudur. Onun fizioloji əsasını əks afferentasiya təşkil edir. Əks əlaqə hissi əyani xarakter daşıyır. Buna görə də o, sensor nəzarət yolu ilə, yəni hiss üzvlərinin köməyi ilə həyata keçirilir. Məsələn, metal əridən metalın rənginə, müəllim isə dərs zamanı şagirdlərin danışıb-danışmamasına diqqət yetirir və onların vasitəsilə bütün prosesə, metal əridən tutaq ki, temperatur rejiminə, müəllim intizama,
nəzarət edir. Bu mənada da metal əridənin metalın rənginə, müəllimin isə uşaqların səsinə və s. bunlara biz hissi orientirlər deyirik. Metal əridə və ya müəllim bu orientirlərin köməyi ilə yol verilən nöqsanları müəyyən edib aradan qaldırır. Qarşıya bir sual çıxır. Metal əridə nə üçün əriyən metalın rənginə, müəllim isə uşaqların səsinə fikir verir? Bu fəaliyyətin xüsusiyyətlərindən ən başlıcası isə məqsəddən asılıdır. Metal əridən və ya müəllim hissi orientirləri və müvafiq hərəkətləri təsadüfən deyil, işin məqsədinə əsasən müəyyən edir. Yəni, fəaliyyət prosesində hərəkətlər sistemi nəticə etibarilə işin məqsədləri ilə idarə və tənzim olunur. Bu qanunauyğunluq ümumi əhəmiyyətə malikdir və bütün fəaliyyət sahələrində özünü göstərir.